Sizi Bakı Milli Televiziyasından narahat edirik. Bu günləri bildiyiniz kimi Qadınlar Bayramıdır. Bu münasibətlə siz qadınlara nə arzu edirsiniz? Buyurun. Əvvəla hər birini salamlayır və hamısının bayramını təbrik edir. Arzu edirəm ki, bütün Azərbaycan qadınlarının üzü daim gülsün. Çox sağ olun. Başda anam olmaqla Azərbaycanda bütün qadın adına layiq olan bütün qadınların 8 mart beynəlxalq Qadınlar Bayramı təbrik edirəm. Allah onlara can sağlığı versin. Allah onlara kömək olsun, onlara dayaq olsun. Qadınlar olmasa biz olmarıq. Təbrik edirəm yenə. Allah onlara can arzuluğu versin. Amin. Təbrik edirəm hər kəsi. Çox sağ olun. Əlbəttə ki, can sağlığı, yəni əmin-amanlıq, qadınlara nə arzulardım? Qadınlar analarımız, bacılarımızdır. Əlbəttə ki, sülh olsun, əmin-amanlıq olsun, onların istədikləri odur. Balaları evlərinə sağ-salamat gəlsin əskərlikdən. Amin. Əmin-amanlıq, xoşbəxtlik. Təşəkkür edirəm. Xanımınızı hədiyyə almısınız? Bəli. Nə almısınız bilmək olar? Gül də almışam. Yəni gül almışam da, əsas qadının sevdiyi hədiyyə nədir? Güldür. Bir də ki, indi evin indi güzaranı da, evdə xoş üz varsa, yaxşı əhval-ruhiyyə varsa, elə hər gün bayramdır. Bütün bu qadınlara can sağlığı arzu edirəm. Təşəkkür edirəm. Xanımınızı hədiyyə etmisiniz? Yəqin ki. Qadınlara xoşbəxtlik arzulayıram. Uzun ömür, sağlam ömür arzulayıram. Təşəkkür edirəm. Xanımınıza nə hədiyyə almısınız? Xanıma elə mən hədiyyəm. Bayramımız mübarək. Çox sağ ol mənim babam. Mamama nə hədiyyə almısan? Bilmək olar? Hə, çiçək. Çiçək almısan. Ay maşallah. Neçə yaşın var sənin? 6. Ay maşallah. Məktəbə gedirsən? Gedirəm. Necə oxuyursan dərsləri? Yaxşı. Böyüyəndə nə olmaq istəyirsən? Polis.